Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Deməli, bugün 7-ci sinif kimya dərsliyinə səhifə 41-də olan öyrəndiklərinizi tətbiq edində olan tapşırıqları və öyrəndiklərinizi yoxlayında olan tapşırıqların həllinə baxacaq. Gəlin, deməli, öyrəndiklərinizi tətbiq edin ilə başlayaq. Deməli, sxemdə X, Y və Z atomlarının proton və neutron sayları verilmişdir. Neutron sayları verilmiştir. Proton sayları bu hissədir, neutron sayları isə baxın bu hissəni əhatə edir. Belə göstərək, bax bu hissəni də belə göstərim. Atomların nüvə yüklərini bayaq dərsin elə ilk hissəsində siz öyrəndiniz. Nüvə yüklərini və kütlə ədədlərini müqayisə edin. Bax, bu hissədə önəmlidir ki, müqayisə edəcək. Və fikrinizi əsaslandırın. Gəlin baxaq. Biz nüvə yükü bərabərdir protona. Biz bunu öyrəndik. Və kütlə ədədinin də proton və neutronun cəminə bərabər olduğunu bildik. Proton və neutronun cəminə bərabər olduğunu bildik. İndi isə gəlin bu X, Y və Z atomlarına baxaq. Görək nə qədər protonu var, nə qədər neutronu və kütlə ədədlərini nüvə yüklərində müəyyən etmiş olaq. Deməli, bu bizə proton sayını göstərir, bu isə bizə neutronun sayını göstərir. Deməli, X bərabərdir, proton bərabərdir A, baxın, A. X bərabərdir. Neutron bərabərdir nəyə? B-yə. B. Deməli, bunu tapdıq. B heç xoşuma gəlmədi, onu da yazım. Deməli, B-ni tapdıq. İndi isə nüvə yüklərini gəlin tapaq. Nüvə yükü də bərabərdir uşaqlar protona, yəni A-ya. Kütlə ədədi isə A hərfi ilə işarə edirik, böyük A hərfi ilə. Kütlə ədədi isə neutron və protonun cəminə, yəni A plus B-yə bərabərdir. A plus B. Buradakı bu müsbətləri də silirəm, çünki sizin fikriniz dağıla bilər ki, onlar nə üçün oldu. İndi keçək digər rəngi ilə Y yazdıq. Y-i belə nişanlayaq. Y, proton sayı, neutron sayı. Proton sayı və neutron sayı. Deməli, protonumuz A plus 1-dir. Yazıram. Y bərabərdir. Proton bərabərdir A plus 1. Y bərabərdir. Neutron bərabərdir. B plus 2. Nüvə yükü də bərabərdir protonun sayına. Yəni A plus B1-ə. Kütlə ədədimiz isə, yəni protonla neutronun cəminə. Yəni bu hissələri yazdım, amma gəlin silək. Yəni A plus 1 plus B plus 2. Bu da bərabərdir nəyə uşaqlar? A plus B plus 3. İndi keçək Z atomuna. Z atomunda gəlin yazaq, nə rəng olsun? Z atomunda olsun bu rəng. Z atomu. Yaxşı, tüm rəng seçdi. Proton sayı. Gəldim. Bax, burada da
bizə verir neytronun sayını. Neytronun sayına gəlin baxaq. Seti buradan yazıram. Set bərabərdir. Proton bərabərdir. A plus 2. Yəni, bax bu. Z bərabərdir. Neytron bərabərdir. B. Neytron. Bax, tam kəsişməni buradan göstərir. B-yə. Daha sonra nüvə yükü bərabərdir. Nüvə yükü proton sayına bərabər demişdik də. A plus 2. 2-yə. Təzədir bərabərdir. Protonla neytronun cəminə. Yəni, bax, bunların ümumi cəminə bərabərdir. A plus 2 plus B. Gəlin daha da rahatlaşdıraq. A plus B plus 2-yə. Bax, belə. Aha, gəlin indi Z-in altdan yazırıq. Nüvə yükü A plus 2 Y-inki buradan yazırıq. Y-inki isə nüvə yükü oldu A plus 1. Gəlin elə bunda yazaq. A plus B plus nüvə yükünü yazdı. Kütlə də deyilsə A plus B plus 2-yə bərabərdir. Daha sonra ikincinə baxırıq. İkinci də nüvə yükü A-dır. Kütlə də A plus B. İndi gəlin bunların arasında müqayisəmizi aparaq. Müqayisə olsun bu rənglə. Deməli, baxıram görürəm ki, bax bu böyükdür. Belə davam edəcək. A kiçikdir A plus 1-dən, A plus 1 də kiçikdir A plus 2-dən. İndi gəlin bu hissəyə baxaq. Bax bu kiçikdir. Bu böyükdür daha doğrusu. A plus B plus 2-dən. Yaxud da belə deyə bilərik. A plus B plus 2 kiçikdir A plus B plus 3-dən. A plus B-dən kiçikdir A plus B plus 3-dən. Bax, belə olacaq. Yəni, sizdə sadəcə bunu istəyiblər. Amma əlbəttə ki, bunların hamısını qeyd edəsiniz də, yəni. Ki, necə hesabladınız, necə tapdınız, hamısını qeyd etməlisiniz mütləq. Hətta cədvəl tərkib üstündə baxın. Bax, bir dənə bunu göstərməyəcəksiniz üstündə. Qalan hamısını çəkib göstərə bilərsiniz. Hətta bax, bunu da göstərməyə bilərsiniz. Yəni, belə çəkməyə bilərsiniz. Bax, bunları budur. Bunlardan çəkmədən tamamdan bax, belə göstərə bilərsiniz. Fərqli rənglərlə göstərib, fərqli qələmlərdə də bunları yaza bilərsiniz. Amma sizdən əsas istədiyi budur ki, müqayisə edin. Bax, burada göstərib ki, müqayisə edin. Ay, gəlin deyilmişdir. Müqayisə edin. Keçən ildə öyrəndiklərinizi yoxlayın. Deməli, birdə deyir ki, gəlin təmizləyək. Daha tez təmizlənir, yaxşı ki. Birə baxırıq. Nə üçün atom elektroneytral hissəcikdir? Atomun elektroneytral olduğunu berilyum atomu misalında izah edin. Berilyum atomu bizə dərslikdə vermişdi. Gəlin, hətta dərsliyi biz buradan tapaq, dərslikdə baxaq, gəlin. Deməli, dərsimizdə berilyum atomu verməlidir bizə. Berilyum atomu hansı dərsdə var idi uşaqlar? Gəlin bu şəkli belə də gəlin. Bunu köçürdək beyində.
İşimizi daha da rahatlaşdıraq da yəni. Kısacası işimizi daha da rahatlaşdıraq. Hə, buradan da dərslikdən də berilyum atomundan burada bunu yine getirək. Elə tam bax yəni. Hə, gəlin indi işləyək. Böyle. Yaxşıdır. İstəyirsiniz biraz bunu buradan çəkebilir. Hə, gəldi, alındı. Nəhayət başlaya bildik artıq. Deməli, nə üçün atom elektron-neytral hissəcikdir? Elektron-neytral belirsi. Yəni neytral hissəcikdir. Qısaca neytral da deyə bilərik və berilyumdur. Hətta berilyum olduğunu burada da qeyd etmişdik biz onsuzda. Bax, burada qeyd edib berilyum. Tam burada. Berilyum atomu oldu. Hə, bu model üzərində bunu izah edəcəyik. Deməli, biz belə bir şey öyrənmişik ki, atomda elektron sayı bərabərdir protonun sayına. Bax, biz bunu öyrənmişik bir düstur olaraq. Yəni, düstur kimi bunu qəbul edə bilərik. Bu bir düstur olaraq qəbul edilmişdir. Bax, bu. İndi bizə də deyir ki, bunu berilyum atomunda izah edin. Deməli, baxıram ki, görüm həqiqətən də bax protonla elektron bərabərdir. Bax, protonla elektron bərabərdir. Deməli, proton bərabərdir müsbət 4-dürsə, elektron da bərabərdir mənfi 4-də. Bunlar da mənə nəyi verəcək? 0. 0 da nə deməkdir? Neytral deməkdir. Ümumiyyətlə, bax, neutronun şərti işarəsi yoxdur. Şərti yükü də yoxdur. 5 dənə var, zərrəcik var, amma bu mənə yük vermir, dostlar. Ona görə də nüvənin yükündə, bax, biz burada dedik ya, nüvənin yükü. Nüvənin yükündə nüvənin yükündə elə biz nəyi götürdük, dostlar? Protonu götürdük də, elə deyil. Ona görə də biz burada nüvənin yükündə neytronu hesablamırıq. Nüvənin yükündə neytron hesablanmadıqda nə baş verir? Artıq burada nüvədə atomla əlaqəli olduğu üçün atomda da neytron əsas götürülmür. Neytron ümumiyyətlə hesablama zamanı istifadə edilmir. Sadəcə olaraq yazıda göstərilir. Yəni, proton bu qədərdir. Neytron bu qədər, elektron bu qədərdir, proton bu qədərdir. Bunlar da cəmi mənə 0 verir. Yəni, elektron neytral olmuş olur. Yox, əgər mənə desəydi ki, məsələn, berilyum müsbət 1 yazsaydı üstünə, burada yazsaydı deməli, müsbət 4, bu zaman nə edəcəkdim? Protonu hesablayacaqdım. Protonu bunun 4'dür. Bax, burada yerləşən 4'dür. Elektronu isə əgər müsbət 1-dirsə, deməli bu elektron verib deməkdir. Müsbət yüklənib deməkdir. Əgər bu da elektron veribsə, deməli 3 elektron qalıb. Yəni 4-dən 1 dənə elektron versə neçə elektron qalacaq? 3 elektron qalacaq. Ola bilsin bir gün sizə belə bir məsələ düşüb. Məsələdə sizə burada 1 verilməyib. Bax, belə yazılıb. Ay. Baxın, belə yazılıb. Bu zaman nə etməliyik? Bu zaman da elə bu 1 deməkdir. Yəni, bu da eyni cürə 1 deməkdir. 1 mənasına gəlir. Yəni, burada 1 olmasa, bax, burada 1 olmasa, təkcə müsbət olsa, eyni məna verəcək. Yəni, burada 1 var. Siz 1 olaraq nəzərdə tutmalısınız artıq. Əgər belə olsaydı, uşaqlar, burada artıq nüvənin atom elektron-neytral olmayacaqdır. Atomun, yəni bununla bu mənfidir, bu da müsbətdir. Bununla bunun cəmi nəyi verəcəkdir? 1 verəcəkdir də.
1 verəcəkdir. Bu zaman atom artıq elektroneytral olmayacaqdır. Amma burada hər ikisinin qiyməti eyni, bərabər olduğu üçün və B-nin ətrafında müsbət işarəsi, nə də mənfi işarəsi yoxdur, yaxud müsbət 1 işarəsi, müsbət 2, müsbət 3 yaxud da olmadığı üçün mən artıq burada heç nə etmirəm. Yəni, normal olduğu kimi protonun və elektronun götürürəm. Bunların cəmi də mənə nə verir? 0 verir. Neytron da dediyimiz kimi bir sadəcə olaraq şərti işarəsi var, şərti yükü var, amma belə hesablamalarda nə istifadə olunur, nə də bizə yük vermir. Belə izah etdikmi? İzah etdik. Yəni siz sadəcə bunu yazasınız, bax bunu yazasınız. Belə yazasınız. Yəni bu artıq şeylərdir. Bunları yazmayasınız. Sadəcə siz bunu qeyd edəsiniz. İstəsiniz bunu çəkə bilərsiniz, amma bunu çəkməyə heç cürə ehtiyac yoxdur yəni. Bunu yazsın yetərlidir. Aha. Deməli, keçirik artıq ikinciyə. Gəlin yazaq 4, 5 və 11. Bir dəqiqə mən bir gəlin. Aha. Və verib ki, bir də karbon 6, bir də nə verib? 12. Atomlarının proton və neytron saylarının müqayisəsi hansı hallarda düzgün verilmişdir? Gəlin bunların protonunu tapaq. Proton burada yerləşir 5-dir. Bunun protonu neçədir? Buradakı 6-dır. Neytronu necə taparam uşaqlar? Bunun neytronu 11-dən çıxaram 6-nı. Çünki biz dedik ki, kütlə ədədi bərabərdir proton plus neytronla. Neytron bərabərdir, kütlə ədədi çıxılsın proton, proton bərabərdir, kütlə ədədi çıxılsın neytronla. Bunu da istəsiniz qeyd edə bilərsiniz. Mütləq ki, bunu qeyd edəsiniz. Yəni, tövsiyə edirəm ki, qeyd edin. Çünki sizlərə çox lazım olacaq. Belə bir şey. Çöldən gələn səsləri görə üzr istəyin məni. Çünki hal-hazırda pəncərə açıqdır və yolun qırağıdır ev. Ona görə belə səslərin gəlməsi normal haldır. Deməli, 11-dən 5-i çıxdıq. Biz niyə 6-nı çıxmışıq ki? Səhvimizi tutduq. Deməli, öz bir anı yazmayın. 11-dən çıxdıq 5-ə. Aldıq 6. Neytronumuz bərabər oldu 6-ya. Hansı qaydaya görə etdim? Baxın, bu qaydaya görə neytron tapmaq üçün kütlə ədədi, yəni bu A-dır da, kütlə ədədindən çıxdım nəyi uşaqlar? 5-i. Bu yəni protonu, bu hissədə proton olur. Bu hissədə yazım, hətta A-dır, bu da protondur. Bu neytronu tapmaq istəsəm, 12-dən kütlə ədədindən çıxacam protonu, kütlə ədədindən çıxacam protonu. Çıxıram, protonum 6-dır, çıxdım, aldım 6, neytron da 6. Sizin qeyd edəcəyiniz şeyləri indi deyirəm sizlərə. Bunları çaşmayasınız deyə qeyd edə bilərsiniz. Yəni, çalışdım. Sizin qeyd edəcəyiniz isə bax budur. Bunu əlavə qayda dəftərinə, yaxud da qeyd dəftəriniz varsa, oraya qeyd edə bilərsiniz. Amma sizin qeyd edəcəyiniz əsas isə bax bundan ibarətdir. Bunları qeyd edin. Sizdən şərtdə bunu istəyir. Bunu qeyd edirsiniz. İndi isə müqayisələrinə baxacağıq.
Müqayisə yadından çıxmışdı. Borun protomu 5'ti, bu 6'dır. Deməli, ox bu tərəfə doğru gedəcək. Proton, karbon, neytron, bor. 6 da 6'dır, bərabərdir. Neytron, karbon. Görək belə bir harda var idi. Protonlar bərabər deyildi. Protonda belə deyildi. Doğruydu, 3'tü. Kvadratdır. 5'də belə ola bilməz. Bu da olur. Cavab 3 və 4. 3 və 4 yazacaqsınız. Bunları geri verəsiniz. Bax, bunları geri verəsiniz. Bu qədər əziz şagirdlər, sağ olun, salamat qalın. Digər dərslərdə görüşmək üzrə. Əgər videomu bəyəndisə kanala abunə olub like atmağı unutmayın. Mütləq sualınız varsa, bunu da şərhlərdə qeyd etməyi unutmayın. Sağ olun.